Mən ali təhsilli biriyəm, diplomum var. Amma mənim həyatımı dəyişən diplom olmadı, verdiyim qərarım oldu. Bu sözlər bəlkə bir çoxlarınıza qəribə gələcək. Bəli, zamanla mən də sizin kimi, bir çoxlarınız kimi düşünürdüm ki, mənim uğurum yalnız ixtisasım üzrə çalışsam olacaq. Amma əslində zaman keçdi, anladım ki, məni xoşbəxt edən ixtisasım deyil, azadlığım, inkişafım və öz əməyimin bəhrəsini geri almaqdır. Burada maaşımın nə qədər olacağını öz əməyin təyin edir. İş saatlarını isə yalnız özün təyin edirsən. İstədiyin yerdən, istədiyin məkandan işləyə bilirsən. Öyrəndikcə böyüyür, böyüdükcə daha çox qazanırsan. Ən vacibi isə mən burada tək başıma çalışmıram. Mənimlə bərabər yüzlərlə xanım çalışır. Həmin xanımlar inkişaf edir, öyrənir, qazanır, ən vacibi isə həyatlarını dəyişirlər. Bu iş mənə təkcə gəlir, maaş, pul deyil. Özümə inam, yeni dostlar, yeni başlanğıclar, lider olmağı, məqsədlərin üçün çalışmağı və məqsədlərinə nail olmağı öyrətdi. Sən də düşünürsənsə həyatında nəyisə dəyişməyə zamanıdır. Elə bu video sənin ilk addımın ola bilər. Mən öz qərarımı verdim. Bir qərar həyatımı dəyişdi. Elə indi qərar ver, mənə yaz.